Salam, vaxtınız xeyir olsun əziz futbol sevərlər. Qaraçuxur Konferans Liqasındayıq. Canavarlar və Ateşkar komandaları qarşılaşır. Artıq oyuncular bir-biri ilə görüşərkən biz də NNF olaraq heyətlərlə sizləri tanış edək. Canavarlar komandasının heyətləri belədir. Qapıda bir Azər, kapitan Ağacan 17, Qabil, Məcid, Cavid, Tugay, Musa və Təmraz. Ateşkar komandasında isə heyətlər belədir. Qapıda bir Cümşüd, 5 Anar, Vəli, Rahid, 9 Tural, 10 Əmrah. Və beləliklə oyunun hakimi Mahir Alfirinovun start fiti səsləndirilir. Uğurlar hər iki komandaya. Bol qollu, ədalətli, gözəl bir maç diləyilə hal-hazırda Vəli topladı. Sol zan istiqamətinə ötürmə gəlir. Alta yolanda top. Yan xətdən top oyuna daxil olundu Anar. Out. Top meydanda qalmır. Canavarlar komandası topladı. Musa geriyə doğru ötürüm etdi. Qalkiper Azərdə mərkəzi doğru. Anar qarşıladı ötürməni. Tural Hacıyev. Taban ötürməsi. Qapı doğru zərbə. Qapısı dəf edir. Out. Və Məcuddən təhlükəli zərbə izlədik. Qapı tiri qola mane olur. Əmrah itirdi topu. Tural Hacıyev sazla Əmrah top çərçivədən azazlıq fərqlə yan keçir. Musa'dan sol zan istiqamətini ötürmə gəldi. Məcid. Yenidən top Məciddə. Tugay. Vəli təzə göstərdi. Qabil topladı. Qabil. Ceyhun ona təzə göstərir hal-hazırda da. Və hakim oyunu saxlayır. Cərimə zərbəsi yerinə yetiriləcək. İki nəfərdən ibarət canlı səhət qurulur. Tural və Ceyhun canlı səhətdədir. Topun gerisində Qabili görürük. Fit səsləndi. Qabil zərbə indirir. Yaxın küncə lakin top qapıdan yan keçdi. Anar paralel şəkildə ötürmə Vəli istiqamətində. Vəlinin ötürməsi Musa. Qarşıladı onun ötürməsini sol zana doğru. Cavidin ötürməsi və Vəli alta yollayır topu. Qabil. Qarşısında Vəli var. Qabil ötürmə Məcidə. Yenidən Qabil. Ara ötürməsi, lakin Tugay ilə bir qədər anlaşılmamazlıq olur və Azər vaxtında müdaxilə etmişdi. Ceyhundan isə ötürmə cəhdi uğursuzdur. Anar. Vəli. Qabildə də top var, ötürməsi etdi Məcidə. Qabil. Vəlidən sıyrıla bilmədi. Anar. İtirdilər topu. Cümşüd. O da artıq müdafiəçi qismində bəzən müdaxilələr edir. Musa. Başa top qapıya istiqamətlənmişdi, amma top çərçivənin azacıq fərqlə üzərindən keçdi. Qalkiper Cümşüd top oyuna daxil etdi. Vəli qəbul edir topu. Türmə Ceyhuna. Əmrah. Qeyri-dəqiq zərbə istədi ondan. Türmə mərkəz istiqamətində. Məcid. Tural Hacıyevdən sıyrılar Məcid.
İkinci rəqibi də yerdə qoydu və iti bucaqdan bir növ ötürmə xarakteri daşıyan bir zərbə idi bu. Məcid. Qabil. Zərbəsi qapının üzərindən keçdi. Qabil. Anardan ötürmə zamanı səhv. Qabilin zərbəsi Cəmşidin. Daha doğrusu Cümşidin tam üzərinə yetmişdi top. Vəli. Ceyhun. Ceyhun. Ötürmə mərkəzə Emrah. Sağ sağda Tural baxdı qapıya. Bir pauza gəlir ondan. Ceyhunla zərbə. Qeyri dəqiqdir. Tural Alçıyev. Ceyhun. Sağsına ötürmə Emrahın zərbəsi yaxın güc bağlanır. Akrobatik zərbə cəhdidə uğursuzdur. Top Ateşşahda qalır. İndi isə top itkisi var onlardan. Tural. Sürməsi qeyri dəqiqdir. Məcid. Tural. Kesmədə ötürmə Musadan. Və top çərçivədən yan keçir Anar tərəfindən. Çön üstə. Tugay. Geridə qalında ötürməsi. Top Qabildə. Bir qədər çətin mövqedədir Qabil. 2 nəfərin atəsindən sıyrıla ötürmə etdi Məcid. Uğursuz cəhd olur. Vəli. Yox. Bu cəhdi də uğursuzdur onun. Canavarlar komandasına hücum əmləsi. Uzaqlaşdırıldı top. Yaxın küncə indirilmiş zərbə çərçivədən yan keçir. Sonunda zərbəsinə blok qoyurlar. Ceyhun. Vəli qəbul etdi. Gözdə. Alt yerinə yetirir canavarlar. Musa. Sağ sınaha. Cavid. Bitirdi topu. Əks-üstümə çıxacaq indi Ateşşah komandası. Emrah. Emrah qüvvətli zərbə indirir, lakin qalkiper Azər. Yenə də refleksləri vaxtında alınır. Anardan zərbə blok. Vəli. Emrah zərbə indirdi. Qaydan topa da zərbə yenə də Azər imkan vermir. Dəşdüzüm canavarlardan Məcid ötürmə etdi Qabilə. Amma top qəbulunda səhvə yol verdi Qabil bu epizodda. Emrah.
qapını düşünmüşdü, amma uğursuz bir zərbə olur ondan. Cavid. Emrah var qarşısında. Keçdi bir rəqibini Cavid. Ötürmə Qabilə. Baxır qapıya. Ötürmə etməyəcəkdir. Ceyhundan top meydanı tərk edir. Küncdən zərbə. Və top qalkiper Cümşüdün üz nahiyəsinə tuş. Hal-hazırda Cümşüd yerdə qalıb. Bir qədər talihsiz bir epizod yaşandı. Ümidvarıq ki, ciddi olmaz zədəsi Ateşşah üçün ciddi bir itki olar Cümşüdün zədəsi. Yenidən oyuna davam. Qalkiper Cümşüd qalxır ayağa, ciddi görsənmir zədəsi. Bir qədər naqdan olsa da zərbədən sonra özünə gəlməyə bacarır. Məsələ onun özü qapdan zərbə ilə topu oyuna daxil etdi. Vəli. Bir reyd gəldi Vəlidən. Ötürmə, amma reydi qədər uğurlu alınmır. Cavid. Diakonla ötürmə gəldi Qabilə. Emrah qarşıladı ötürməni. Ceyhun. Emrah. Baxdı cəlmə meydansasına, lakin komanda yoldaşlarından heç kimi görmədi orada. İndi əks-hücum canavarlardan Tuqay. Tuqayın ötürməsi Ağacan zərbə indirir və top Cümşüdün əlindən çıxdı. İndən Cümşüd. Və top da orada və gol! 1-0. Kapitan Ağacan hesab açırmazsa. Hesab açılır canavarlar tərəfindən. Yanlıq, atəş və şanlıq eləmək istədilər deyəsən. Ürəyimiz ayağımızın altına düşdü var. Qabil. Out. Ceyhun. Türmə solsun aha. Tural. Yanda Vəli. Yeniden Tural Aziyev. Top Musa'dan meydan tərk edir. Out. Sağ sınavı ötürməsi Aziyev qəbul etdi. Emrah. Top Azərdə. Təmraz. Təmraz. Zərbə yerdə qalınır. Vəli topladı. Uzun ötürmə Tural Hacıyevə. Hacıyev. Yeniden Ceyhun. Emrah. Tugay'dan sıyrılmağa çalışdı ama bacarmadı buna. Əks-hücum kapitan topladı Ağacan. Maçda yeganə qolun müəllifidir. Hal-hazırda ondan top itkisi izlədik. Ağacan. Blok gəldi anlardan zərbəyə. Out. Tugay. Keçmədi Vəlidən ötürmə. Vəli. Soyuqqanlı bir o qədər də riskli də olsa inamlı hərəkətlər müdafiə xəttində Vəlidən. Anar. Diakonalva ötürməsi Ceyhundan tək toxunuşlu Aziyevi düşünmüşdü. Emrah. Anar. Mərkəzə ötürmə gəldi. Tural. Ceyhun'la oynuyor. Yeniden Tural Aziyev. Out. Ceyhun. Anar. Kimsə künc nöqtəsini göstərir. Korner.
qapıdan zərbə. İndi topu itirdi Atəşşah. Təmraz. Yanda Tugay. Tugayın ötürməsi keçmədi. Təmraz. Tugay. Əşkizuma çıxır Atəşşah Vəli. Əmrah. Yenidən Vəli. Bir də çətin mövqedədir. Çıxdılar oradan. Hücum cinahı dəyişir Tural Alsiyev. Turalın zərbəsinə blok digər cinahdan. Out yerinə yetirəcək Atəşşah. Anar. Blok qoyulur zərbəyə. Yenidən Anar. Anar zərbə indirir amma qeyri-dəqiq alındı. Bir qədər zəif ayağa bir tuş gəlmişdi. Sol ayağı işli olmayan ayağa və qapı tirinə qayıtdı top. Yüngül bir müdaxilə var idi Cümşüddən orada. Cümşüd. Out. Təmraz. Topu Təmraz, Anar. Emrah. Qarşılandı ötürməsi Emrahan. Cavid. Cümşüd. İmkan vermədi hər iki cəhətə. Anar. Nə ötürmə kimi, nə zərbə kimi. Uğurlu alınmadı. İndi Anar topla. Qarşılandı ötürməsi. Davan ötürməsi Anardan Vəliyə. Out. Paralel ötürmə gəlirdi Ceyhun'a. Yenidən Vəli ilə oynadı Ceyhun. Vəli, Tural Alsiyevi yaxşı gördü Alsiyev. Çox ləngitdi. Tural. Üçüncüdən zərbə. Növbəti zərbə Alzer. Yenə də o yağ bal kimi seyflərindən edir. Bal kimi seyirlər demiş. Oyun öncəsi nə hikmətdirsə belə bir məlumat verildi ki, səncə də elə deyilmi? Seyirlərin çox şirin alınır. Bunun nə olduğunu mən özüm də dəqiq bilmirəm, amma bir komanda yoldaşları, dostları arasında bir məsxərə, zarafatları var. Hər zaman zarafatları bol, mehriban olsunlar təki komanda yoldaşları və dostları arasında. Top hərəkətdə. Out rəqibə təhvil verilir. Ağacan təhlükəli alınmışdı zərbə, lakin top qapıdan yan keçir.
Out. Evet, out. Ceyhun. Tural. Bir qədər səliqəsiz ram etdi topu. Anar. Anar bir rəqibini keçir, amma top ayağından çıxır. Təmraz. Təmraz zərbə indirdi. Cümşüd üçün o qədər çətin olmadı bu zərbəni dəf etmək. Hava ötürməsi başla zərbə cəhdi uğursuzdur. Tural Hacıyev pauz etdi. Vəli yenidən Tural oynuyor. Uğursuz cəhd. Məcid. Qayda pozuntusu qeyd alınır. Məcidə qarşı kobudluq var Anar tərəfindən. Tugay topun gerisindədir. Bir nəfər ibarət canlı səhət anları görürük. Zərbə qapıdan yan kəsdi. Musa mərkəzi doğru ötürüm edir. Emrah, Tural Hacıyev. Mərkəzdə yenidən Emrah qəbul etdi topa. Emrahın zərbəsi Azər dəf edir. Qaydan topa da zərbə top. Qapıdan yan kəsdi. Musa. Ötürmə mərkəzə qarşılandı ötürmə. İndi isə Cavid uzaqlaşdırdı auta. Bu dəfə out canavarların lehinə qərar verildi. Anar, Vəli. Cavid. Ceyhun yaxşı ram etdi topu, zərbəsini dəf edir. Yenə də Azər vaxtında müdaxilə edir. İndi əksü məmləsi yüksək azlıqla yaxalayıblar rəqiblərini. Məcid Tugaydan zərbə gəlir, refleks mükəmməl alınır Cümşüddən. Öz toxunuşundan sonra cüzü direyə də toxunuş var idi. Korner. Cəlmə meydansasına bir asma gəlir, amma Məcid uğursuz zərbə indirdi. Ceyhundan tapana ötürməsə Turala. Yeter Ceyhun. Bitirir topu. Bir reyt gəldi Anardan, yenə Azər dəf edir və beləliklə hakim də ilk hissənin final fitini səsləndirir. Qısa fasilədən sonra ikinci hissədə görüşmə ümidi ilə hələlik deyirik. Bir daha vaxtınız xeyir olsun əziz futbol sevərlər. Artıq maçın ikinci hissəsi start götürdü. İlk sənə Canavarlar komandasının 1-0 hesablı minimal üstünlüyü ilə yekunlaşdırdıq. Yenə çəkməli mübarizə olub. İlk hissədə və ikinci hissə başlar-başlamaz Tural Hacıyev Atəşə komandasına tarazlıq qolunu gətirir. 1-1. 1-1. İkinci hissəyə qolla başlayır Atəşə. Musa. Qabilə qarşı qayda pozulub. Saxladı. Oyun hakim oyunu.
Fiz səsləndi. 3 nəfərdən ibarət canlı səhər qurulub. Qabil ötürüm etdi. Musa zərbə indirir Ceyhundan. Toxunuş var. Üstünə təhlükəli zərbə idi. Bir növ Cümşüdə çox kömək idi orada. Ceyhunun ötürmə altı yollandı. Tugay keçmədə ötürmə. Out. Top Azərdə. Ceyhun. Out. İtirazlar var, lakin hakim qətiyyətlə bildirir. Penalti epizodu deyildi deyə. Cavid. Məcid. Ötürmə blok. Vəli. Vəli və Azər imkan vermədi. Türmə qarşılanar Rahid. Ceyhun, solsan Hanar. İtirdilər. Tural. Rahiddən zərbə gəlir, Azər dəf etdi. Məcid. Üçüncüdən zərbə. Anar. Tugay'a gəldi top. Tugay'ın zərbəsi Anardan blok. Qaptan zərbə. Anar. Ceyhun. Keçmədə ötürmə. Qabil ötürmə təqanlar sol cinaqda. Və Vəli blok qoydu onun ötürməsinə. Ötürmə xarakteri daşıyan daha bir zərbə. Cümşüd. Anar. Anar zərbə qapıdan yan keçdi. Uzun cəqan ötürmə Ağacan zərbə indirir. Yenə Cümşüd imkan vermədi. Yaxşı görmüşlər müdafiədə boşluqda. Ceyhun, Tural. Tural Hacıyev ötürmə keçmir. Anar topla.
Türmə gəldi Vəliyə. Əşsuma sıxmalı çalışacaq indi Canavarlar komandası. Qabi eləyir, Əliyə doğru ötürmə Məcid. Top meydanda saxlaya bilmədi. Qabil. Cəhdi uğursuzdur. Ceyhun. Anar qarşıladı ötürməni Vəli. Və out. Yoxsa yox. Qayda bonusu qeyd alınır. Sürətli şəkildə başladılar. Və Rahidin zərbəsində qalkiper dəf etdi. Onlardan başla zərbə. İndi isə out. Ağacan. Salsınağa Qabil. Qabilin zərbəsi Cümşüd. Diqqətlidir qapısında. Yaxın küncə indirmiş zərbə Məcid tərəfindən çərçivədən yan keçir. Ceyhun. Tapan ötürməsi Rahiddən sol sanaha. Tural. Yenidən Rahid zərbə indirdi və qapıcı. Qapıcı dəf edir. Yerdə zədəli oyuncu var. Cavidi görürük. Ümidvarıq ciddi deyil zədəsi. Ceyhun. Ötürmə qarşılandı. Məcid. Out. Qapıdan zərbə. Bəli, uzaqlaşdırdı topu. Məcid. Ötürmə keçmədi yenə. Gün zərbəsi. Musatan da zərbə gəlir. Yenə də blok qoyuldu. Korner. Ağacan. Out. Tugay. Uzun ötürmə gəldi. Vəli. Yeridən Anar. Anar. Top qapıdan yan keçir. Qasdı bu fürsətdə əldən. Qapıdan zərbə. Vəli. Rahid. Rahid. Anar.
tamamilə geriyə çəkildi. Qapısı ilə oynayır. Uzun ötürmə Ceyhunla Deyqanlı. Cərimə meydan sahasına başla ötürmə, amma Rahid toxunuş edə bilmir. Zərbə indirə bilmədi. Uzun Ziyakanla ötürmə gəlir. Təmraz, qapı boşdu. Təmraz ötürmə etdi Qabilə. Blok. Korner. Tugay. 50 oyun. 50 oyun qeyd alınır. Ateşkar komandasının leyinə standart vəziyyət. Ceyhun uğursuz zərbə indirdi. Ceyhun qəbul edə bilmədi topu, amma uzaqlaşdırırlar top meydandan, out. Boşla zərbə indirilir, yenə də Azər. Refleksi yaxşı onunla. Aydın da zərbəsinə blok qoyuldu. Rahiddən yox, uğursuz cəhət olur ondan da. Ağacan. Out. Troll. Vəli. Keçmədə müdafiədən bu ötürmə. Qapıdan zərbə. Anar. Rahid. Ceyhun'a gəldi top. Out. Cavid topla. Təmraz. Qarşıladı Anar ötürməni. Azər. Bir başla zərbə indirdi, təhlükəli idi. Və out. Qabil. Gözləmədi Anardan bu topun kəsəcəyini. Ceyhun. Və out. Vəli. Blok ötürməyə qoyulur. Musa özünü bir qədər əslində çətinə saldı o epizodda. Anar. Ceyhun. Ötürməyə gəldi. Rahidin zərbəsinə blok. Anar. Ekşüsüm Ateşkatdan. Anardan solsuna ötürməyə Ceyhun. Out. Vəli. Ceyhun. Sağsınaha Rahid. Çata bilmədi ötürməyə. Təmraz. Təmrazın ötürməsi keçmir. Out.
Təmraz endirdi zərbəsini. Cümşüd üçün rahat bir zərbə olur dəf etməsi. Anar. Soyuqanlı hərəkətlər müdafiədə. İndi Anar. Zərbə mövqeyi axtarır. Anar zərbə endirir və gol! 2-1. Tarazlı pozulur Anar tərəfindən. Ateşgahdan geri dönüş gəlir. 2-1 olur hesab. Minimal fərqlə öndədir Ateşgah. Artıq bərabərlik qolu axtarışında olacaq Canavarlar komandası. Əks maç qazandı Canavarlar. Bir qədər sürətli ötürmə olur Məzid üçün. Out Canavarların. Musa. Musa'dan gəlişinə zərbə. Korner. Toxunuş müdafiəçilərdəndir. Musa. Başlandı ötürmə. Cavid. Bir dəqiq ötürmə olur ondan. Vəli. Tural Hacıyev. Paralel ötürmə yenidən Vəli. Bir daha Tural. Qayda pozulub Tural Hacıyevə qarşı. Canlı set quruldu. Hacıyev topun gerisində. İşarə gəlir. Turalın ötürməsi, Anar. Blok zərbəyə indi Əksüm əmrəsi. Yox. Çox önlərinə atdılar topu. Emrah. Qabil. Out. Ötürmə yaxşı anlar Məcidə. Bir ilkət ona. Məcid zərbə indirir. Cümşüd. Yenə də reaksiya. Əla onda. Ötürmə zamanı səhvə yol verdi Qabil. Yenə Məcid. Qabil blok gəldi zərbəyə. Məcidin zərbəsi. İlahi müdaxilələr davam edir hərətə. Cümşüddən və həmçinin müdafiəçilərdən. Kritik bloklar qoyulur. Emrah. Tural Hacıyev. Top qapının üzərindən keçir. Daha bir zərbə, yenə də Cümşüd imkan vermir. Həlici hissənin bitməsinə son 4 dəqiqə. 3 dəqiqə yarım təxminən. Bəlkə də az qalıb və sərmə zərbəsi. Və 6-cı faul, bəli, gəlir, faul limiti tamamlandı. 10 metrlik zərbə yerinə yetiriləcək. Canavarlar komandası artıq bərabərlik qol axtarışında olarkən bu daha bir zərbə olar onlar üçün.
qol gələrsə təbii ki. O metrlik zərbə şara verildi. Feli zərbə endirir və 3-1 olur hesab. Son dəqiqələrdə daha bir gol gəlir. Daha bir gol gəlir Atəşşahdan. Daha bir atəş açılır. Təmraz, Qabil. Anar topu aldı rəqibindən. Daha bir zərbə Əmirahdan və Musadan toxunuş var idi. Sonrasında qapı tirinə top tuş gəlir. Növbəti zərbə qapıdan yan keçir. Out. Anar. Qapıdan zərbə ilə top oyuna daxil olunur. Qabil. Anar var qüvvəsi ilə uzaqlaşdırdı out. Peşədə yanlış məlumat almışdıq. 4 yox 14 dəqiqə qalmışdı pək. Vaxt bitmir. Və beləliklə oyunun hakiminin də final fiti səsləndirilir. Bu maçı Atəşşah komandası 3-1 hesabı ilə qalib gələrək 3 xalda aktivlərinə yazdırırlar və biz də reportajımızı bu maraqlı maçdan sona çatdırırıq. Oyun boyunca sizlə mən edim şəxsində Heydər Hüseynli. Növbəti maçlarda və növbəti turlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.